Hər vaxt xeyir olsun dəyərli izləyicilər. Mən Roma Dağıstanlı. Xahiş edirəm bu kadrı izləyin və paylaşın. Çıxışımın sonunda bir video qoyacağım, izləyin. Ruhu şad olsun, Allah rəhmət eləsin. Şaban qardaşımız var, Neftçala rayonundan. Ruhu şad olsun. Onun mahnısını Kamala Günəş təqdimat edib. Kamala, ananın gözünü yaşlı qoymuşsan ha. Ona bir söz demirəm. Rumaldım buradan baxır. Sən həmişə onun bunun mahnısıyla tanınmısan. Onun bunun bostanı daşa tanınmısan. Yer kürəsində müğənni olmazsa, məsələn, ömrü boyu toy aparmaram ha, ömrü boyu. Yer kürəsində bir dənə yeganə müğənni sən olasan, mən heç vaxt toy aparmam. Sən toya nə, kim dəvət edir, necə dəvət edir, mənim başım çıxmır. Sənin açışlara niyə dəvət edirlər? O qədər müğənnilərimiz var. Sən nəyə o açışa dəvət edirlər? Tullana oynamağa görə. Xahiş edirəm bu kadrı izləyin. Mən də buradan Turasadan salamlayıram. Turasada səndən salam hökmüm var qardaş. Bu ananın gözünü yaşlı qoymayın. Mən Roma Dağıstanlı. Xahiş edirəm bu kadrı izləyin. Hüseynova Elmira, Neftçala sakini, mərhum Şaban Neftçalalının anası. Kamala Günəşli, Turan Sədalı ilə əlbir olub. Mənim oğlumun əziyyət çəkib, zəhmət çəkib. O vaxtı tələb ediyiniz stox idi. Mən vermişəm o pulları. Musiqi, kasetin aranjmanın, studiyanın bütün yol pulusun, hər bir şeyin. Bunu bütün Azərbaycan bilir ki, o mahnı Şabanındır. Bunu heç kim dana bilməz. Sözləri də, musiqisi də. Turan Sədalı nə ixtiyarla, Kamala Günəşli nə ixtiyarla. Mənim oğlumun mahnısının təqdimatını keçirdilər. Pul qazanırdılar. Onlar fikir etmədilər ki, Şaban yersiz deyil, Şabanın anası, qardaşı, bütün Neftçala Bankə Şabanın qohumu əqrəbasıdır. Bir gün mən çıxacam efirə, heç mən Kamaliyə halal eləmirəm. Necə Şaban üçün qazandığım pulları davaya dərmana verdim, Kamaliyə belə qazandığı pulları Tural Sədalı ilə bir yerdə davaya dərmana verdim. Mən halallıq vermirəm ona. Nəticə əldə eləməyənə qədər mən onlardan əkilməyəcəm.